Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günlük informatika suallarının 31-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Deyir ki, 128 səhifəli sənədin cüt səhifələrində ölçüsü 512 vurulmuş 256 piksel olan və 256 rəng palitrasının köməyi ilə kodlaşdırılmış qrafiki təsvir var. Aha, deməli, ümumi bizim neçə səhifəmiz var? Ümumi səhifə sayı 128-dir. Əgər ümumi səhifə sayı cüt rəqəmdirsə, bunun yarısı olacaq, yəni 64 olacaq cüt səhifə, 64 da olacaq tək səhifə. Əgər bizə verilmiş ədəd ümumi səhifə sayı tək ədəd olsaydı, o zaman çox olan tək səhifələrin sayına düşəcəkdi. Az olan cüt olan səhifələrin payına düşəcəkdi. Ümid edirəm fikrim aydındır. Hal-hazırda burada eşit olaraq paylanıb hər ikisi 64 səhifədir. Və bizə deyir ki, qrafiki informasiya cüt səhifələrdə kodlaşdırılıb. Yəni biz hələ burada bir dənə səhifədəki qrafik informasiyanın həcmini tapsa əgər, deməli qrafik informasiyanın həcmini necə tapırdıq? H bərabərdir m vurulsun n, yəni uzunluğunda və enində olan piksellərin hasili vurulmuş i bit, yəni 1 pikselin həcmi. Bu formada həcmi tapa bilərik. Deməli m vurun neçədir? 512 vurulmuş 256 vurulmuş i bit neçə olacaq? N əgər 256 isə rəng sayı, rəng palitrası deyirsə, deməli n nəzərdə tutulur. M bərabər 256 isə m bərabər 2 üstü i düsturuna əsasən, yəni Hartley düsturuna əsasən i-ni, yəni 1 pikselin həcmini 8 bit tapa bilirik buradan. Deməli i də olacaq buradan 8 bit. Bundan biz gəlin həcmimizi tapaq. Bu olacaq 2 üstü 9, bu olacaq 2 üstü 8. 8-i də 2 üstü 3 kimi yaza bilərik. Olacaq 2 üstü 3 nə? 2 üstü 3 bit. Aha. Burada eləyəcək 2 üstü 17 bit. Bu oldu bizim bir təsvirimizin həcmi, bir qrafik informasiyamızın həcmi. Bizə deyir ki, bir səhifədəki informasiyanın həcmi belə deyil. Bizə deyir 64 dənə səhifədə var bu həcmdən, bu qrafik təsvirdən. Deməli mən bunu da vursam 64-ə ümumi həcmi əldə edə bilərəm. Yəni bunu da 64-ə vursam burada 64 2 üstü 6 deməkdir də. Bu durumda neçə eləyəcək? Bax, belə yazaq. 2 üstü 6 vurulmuş 2 üstü 9 vurulmuş 2 üstü 8 vurulmuş 2 üstü 3 bit. Belə bir nəticə yaza bilərəm. Burada eləyəcək 2 üstü 26 bit. Doğrumu? 17, 3, 20, 26 bit. Biti də megabayta gətirmək üçün nə edirəm? Kiçikdən böyük keçirəmsə bölürəm arada olan rəqəmlərin hasilinə. Yəni 2 üstü 23-ə böləcəm. Yəni bizim ardıcıllığımız necə idi? Bit, byte, kilobayt, megabayt. Bitdən megabayta gəlirəmsə kiçikdən böyüyə getmə sayılır. Kiçikdən böyük keçirəmsə bölürəm. Böyükdən kiçiyə gəlirəmsə vururam. Bu halda böləcəm. 2 üstü 3 burada, 2 üstü 10 burada, 2 üstü 10 burada, 2 üstü 23-ə böləcəm. Eləyəcək 226-dan 220 çıxanda qalacaq. Əsaslar eynidir, üslər çıxılacaq. Eləyəcək 2 üstü 3, o da bərabər eləyəcək 8 megabayt. Deməli, qrafikamızın həcmi, qrafik informasiyamızın həcmi oldu 8 megabayt. İndi cümlənin davamını oxuyaq. Davamında deyir ki, qalan səhifələrdə isə, aha, qalan səhifələrin hər birində isə 8192 simvol var və Unicode sistemindən kodlaşdırılıb. Həcmi nə qədərdir? 64 cütsə yerdə nə qədər qalır? 64-də tək səhifə qalır, düzdür? Deməli, 64 səhifədə də 8192 simvol, yəni 2 üstü 13 sayda simvol var və sözgələn simvollar Unicode sistemində, yəni 2 baytla kodlaşdırılıb. Bu halda yaddaşda nə qədər yer tutacağını tapmalıyıq. Bu eləyəcək 2 üstü 6. Vurulmuş 2 üstü 13, vurulmuş 2 üstü 1. 2-ni də 2 üstü 1 kimi yazıram, baytla yazacağım. Eləyəcək burada neçə? 6 üstü 9 eləyəcək 2 üstü 20 bayt. Bunu da megabayta çevirmək üçün böləcəm 2 üstü 20-yə. Nəticə eləyəcək 2 üstü 0, o da eləyəcək 1 megabayt. Deməli, biz burada nə elədik? Qrafiki informasiyanın da mətn informasiyasında ümumi həcmini tapdıq. Bizdən də sözügedən bu ümumi həcmi istəyirdi. Bu durumda nə edəcək? Aldığımız cavabları yekunda toplayacaq. 8 megabayt buradan, 1 megabayt da buradan. Eləyəcək 9 megabayt. Deməli, bizim ümumi bu informasiyamızın həcmi olacaq 9 megabayt. Yəni A variantı. Ümid edirəm fikrim aydındır. Hər informasiyanın ayrı-ayrılıqlı tapdıq, təki cütü hesabladıq, qrafiki ayrılıqlı tapdıq, mətni ayırdıq, daha sonra topladıq və ümumi informasiyamızın həcmini əldə etmiş olduq. Bu qədər, sağ olun, Allahın əmrində.